Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəzər xəbərin bugünə olan əsas buraxılışı efirdədir. Sizinlə mənəm Günel Qədimova. 6 gündən sonra işğaldan azad edilmiş bütün rayon və şəhərlərimizə şəxsi avtomobillərlə səfər etmək mümkün olacaq. Bu, yalnız Azərbaycan vətəndaşları üçün keçərlidir. Səfər etmək istəyən şəxslər Yolumuz Qarabağa portalından qeydiyyatdan keçməlidir. Səfərə gedənlərə həmin ərazidə neçə gün qalmağa icazə verilir, izləyək. Qarabağa fərdi avtomobillərlə səfərlərin istiqamətləri genişləndirilir. Bu barədə Dövlət Turizm Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə məlumat yayıb. Turizm Agentliyinin rəsmisi Günlar Mustafayeva bildirdi ki, Böyük Qayıdış proqramının tərkib hissəsi olaraq vətəndaşların şəxsi avtomobillərlə işğaldan azad edilmiş digər rayonlara da səfərləri mümkün olacaq. May ayının 20-sindən etibarən Ağdam, Ağdərə, Xocalı, Xankəndi, Xocavənd, Zəngilan və Cəbrayıl ərazilərinə də səfər edə biləcəklər. Bu səfərlər yalnız Azərbaycan Respublikasının vətəndaşları və fərdi minik avtomobili ilə icra olunacaq səfərlər üçün nəzərdə tutulub. Fərdi minik avtomobili dedikdə Azərbaycan Respublikası vətəndaşına məxsus nəqliyyat vasitəsi, B kateqoriyasına uyğun olan nəqliyyat vasitəsi nəzərdə tutulub. Yolumuz Qarabağa portalı üzərində rəsmiləşdirilən icazələr 2 gün müddətində etibarlı olacaq. Vətəndaşlar həmçinin portalda yerləşdirilən otel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə biləcəklər. Səfərlərdə sürücü də daxil olmaqla maksimum 9 nəfər üçün icazə rəsmiləşdirilə bilər. Rəsmiləşdirilən icazələrin etibarlıq müddəti 2 gündür. Vətəndaşlara tövsiyə olunur ki, səfərləri rəsmiləşdirilərkən Yolumuz Qarabağa portalında yerləşdirilən qaydalarla, o cümlədən mina təhlükəsizliyi qaydaları ilə qabaqcadan tanış olsunlar. Qeyd edək ki, mina təhlükəsizliyi məqsədi ilə işğaldan azad olunmuş ərazilərə daxil olarkən və digər yoxlanış məntəqələrini keçdikdən sonra da yol ayrıcılarında diqqətli olmalı, mina təhlükəsizliyi qaydalarına əməl etməli və səfərlərini bir trayektoriya ilə başa çatdırmalıdırlar. Xatırladaq ki, öncədən portal vasitəsilə yalnız Şuşa, Laçın şəhərləri və Suqovuşan qəsəbəsinə səfər üçün icazə əldə etmək mümkün idi. Ramal Abdullayev, Səbuhi Mustafayev, Xəzər xəbər.